zamanlar bir çox maraqlı elmi tədqiqatlar aparılır və artıq bir neçə vaxtdır ki, yəni uzun müddətdir ki, sübut olunub ki, bəzi heyvanların həqiqətən insanlara yaxşı təsiri var, müalicəvi təsiri var. Özəlliklə bunu vurğulamaq istəyirəm ki, hətta elmi açıqlamalardan biri də ondan ibarət idi ki, ev heyvanları olan insanlar daha az xəstələnir və daha çox yaşayırlar. Düzdür, bu bir qədər mübahisəli məqam da ola bilər, amma biz bugün ev heyvanlarından danışmayacaq. Biz bugün delfinlərdən danışacağıq və özəlliklə delfinlərlə müalicə necə həyata keçir? Bəlkə də bəziləriniz bu haqda qısaca da olsa eşitmişsiniz, amma ətraflı bax bu üsulun effektindən bugün qonaqlarımız danışacaq. Ümumiyyətlə, antik dövrlərdən, çox qədim dövrlərdən də bilinir ki, delfinlər insanlarla çox gözəl dil tapmaq, əgər buna dil demək mümkündürsə, xüsusiyyətinə malikdirlər və çox gözəl kontakta girirlər və həqiqətən delfinlər istənilən əhval-ruhiyyədə onlar insanların əhval-ruhiyyəsini qaldıracaq, onlarda müsbət enerji əmələ gətirəcək şəkildə davrana bilir. Hətta bunu Plutark da neçə min il əvvəl bundan deyib ki, delfinlər bizləri biz olduğumuz üçün sevən yeganə heyvanlardır. Əslində, delfinlər barədə çox şeyləri söyləmək olar. Gəlin bütün bunları qonaqlarımızın öhdəsinə buraxaq. Çünki həqiqətən bu işin profesionallarını biz bugün bax bu studiyada görəcəyik. Qonaqlarımızı dəvət etmək istəyirəm və qeyd edim ki, Marlin Bakı delfinariyasında uzun müddət artıq çalışan, hətta Ukraynadan Respublikamızda qonaq olan psixoloq, delfinoterapevt Dmitri Kravets qonağımızdır. Buyurun, xoş gəlmişsiniz və daha bir qonağımız Marlin Bakı delfinariyasının art direktoru Emin Əhmədovdur. Xoş gəlmişsiniz. Delfinoterapiyanın nə olduğunu ilk olaraq istərdim ki, tamaşaçılarımıza bir qədər geniş anladasınız. Nə dərəcədə effektivdir bu üsul? Delfin terapiyası korreksiya metodlarından biridir və öz tətbiq sahəsində kifayət qədər təsirlidir. Korreksiya? Əlbəttə, korreksiyadan danışırıq. Bir qədər tarixi barədə danışsaq, bax bu üsulun. İlk dəfə delfin terapiyası Amerika Birləşmiş Ştatlarında meydana gəlib. Banisi Amerikalı bioloq alim David Nathanson hesab olunur. Bəzi xəstəlikləri delfinlərin köməyi ilə korreksiya edən ilk şəxs də məhz o olub. 60-cı illərdən bu üsul keçmiş Sovet İttifaqında istifadə edilməyə başlanıb. Daha sonra dünyanın bir çox yerlərində tətbiq olunur. Bildiyim qədər dünyanın 30-a yaxın ölkəsində delfin terapiyası məhz korreksiya məqsədi ilə istifadə edilir. Onlar arasında İngiltərə, Fransa, ABŞ, Kanada, Almanya, Norveç, Türkiyə var. Hesab edirəm ki, bu kifayət qədər inkişaf etmiş ölkələrdir. Necə inkişaf edib bu proses? Dünya praktikasında nələri vurğulamaq istəyərdiniz? Bəlkə də ayrı-ayrı ölkələrdə fərqli üsullar, fərqli metodikalar istifadə olunur. До сих пор нету ни одной школы мировой, которая бы объединяла. Əslində bütün metodikaları özündə birləşdirən vahid dünya məktəbi yoxdur. Çünki delfin terapiyası elmi metodika olaraq çox gəncdir. Amma korreksiya vaxtı istifadə olunan müəyyən ümumi əsaslar var. Məsələn, delfinlərə məxsus ultrasəslər bütün ölkələrdə istifadə edilir. Amma psixoloji metodlar və texnologiyalar ölkənin sosial-mədəni mühitdən asılı olaraq dəyişilir. Данного государства. Bu delfinoterapiya hansı qrup insanlarda, hansı yaşda və hansı xəstəliklərdə xüsusilə istifadə olunur və onlarda hansı nəticələr almaq mümkündür? Если мы говорим о возрастной категории, yaş kateqoriyasından və qruplarından danışsaq, bu üsuldan həm böyüklər, həm də uşaqlar yararlana bilər. Delfin terapiyasını inkişaf prosesində müəyyən özəllikləri olan uşaqlara tətbiq edirik. Yəni, şərti olaraq sağlam böyüklərdə və uşaqlarda korreksiya aparmaq mümkündür. Konkret xəstəliklərdən, patoloji dəyişikliklərdən danışsaq, burada uşaq serebral iflici, autizm, Down sindromu, anadan gəlmə müəyyən qüsurlar. Hal-hazırda bizdə hətta sizin metodikadan görüntüləriniz də var, yəni çalışdığınız müddətdə. Здесь как раз можем с вами наблюдать, здесь. Misal üçün, buradakı kurs məhz uşaq serebral iflicinə aiddir. Burada idman və müalicə kompleks şəkildə tətbiq olunur. Daha sonra isə delfinlərlə ünsiyyət qurulur. Əgər biz delfinlərlə ünsiyyət qurmadan sadəcə müalicə idmanından istifadə etsək, o zaman bu üsul uşaqlarda xoş təəssürat yaratmaz. Biz yaxşı nəticə almaq üçün hər iki üsuldan yararlanmağa çalışırıq. Üstəgəl, hüceyrə səviyyəsində masaj edən delfin səsinin ultrasəs təsirləri bu prosedurun tərkib hissəsidir.
Biz bu məsələyə qayıdacağıq, yəni təsir edən mexanizmlərə qayıdacağıq, amma mənə maraqlı olan daha hansı problemli insanlarda delfinoterapiya müəyyən nəticələr verir? Вообще в целом ряд исследований даже по всему миру в разрозненных школах. Ümumiyyətlə indiyə qədər dünyada müxtəlif nəticələr verən bir sıra tədqiqatlar aparılıb. Patoloji dəyişiklikləri istisna etsək, əsasən depressiyaları vurğulaya bilərik. Çünki delfin insanın emosional durumuna çox müsbət təsir edir. Hətta ABŞ-da bunu delfin effekti adlandırıblar. Möcüzəvi, izahı olmayan bir effektdir. Düzdür, bəzi mütəxəssislər bunu delfinin kəllə quruluşu ilə, onun mütəmadi təbəssüm etməsi ilə bağlayırlar. Bəziləri bunu delfinlərdə insanlarla ünsiyyətə girmək, onlarla oynamaq istəyinin olması ilə bağlayırlar. Yəni heyvanlarda oynama fəaliyyəti insanlara yaxşı mənada təsir edir. Belə bir şey də var, yəni intellekt baxımından bildiyim qədər insan, sonra meymun və üçüncü yerdə delfinlərdir bu məqamı da, yəni ağıllı heyvandır, yəni bunu da özəlliklə vurğulamaq lazımdır. Buyurun, devam edin. И, скажем, тот же самый ультразвук, который излучает дельфин. Və onu da qeyd edək ki, delfinin yaydığı ultrasəs həmçinin çox təsirlidir. Belə deyək, o beynin fəaliyyətinə təkan verə bilər. Amma bu, yenə müxtəlif delfinariyaların öz bazasında aparılan bir araşdırmalardır. Ümumiyyətlə, mən delfinlər haqqında biz də atayıq və öz uşaqlarımızı, mən özüm şəxsən aparmışam delfinariya, bir neçə dəfə, özdə stil delfinariyaya. Onu söyləmək istəyirəm ki, bu delfinariyadan gələndən sonra həmişə bir neçə həftə mütləq onun söhbəti gedir. Orada delfin belə hoppandı, buradan belə səs çıxartdı. Bəzən görürsən ki, bunu yamsılamağa da çalışırlar. Ümumiyyətlə, delfinariyanın özünü ziyarət etmək öz başına bir, belə deyək, müsbət enerji ilə insanı doldurur. Amma əlbəttə ki, delfinlərlə bir də bu qədər yaxın olmaq sözsüz ki, müsbət nəticə verər. Mən onu söyləmək istəyirəm ki, burada göstərildiyi qədərlə uşaq serebral iflicində onsuz da hovuz terapiyası məsləhət görülür ki, bu uşaqlar heç olmasa gəzə bilsinlər, kontakt qura bilsinlər və suyun təsirində və fiziki hərəkətlər, heç olmasa gəzə bilsinlər, dura bilsinlər, əllərini istifadə edə bilsinlər. Çox sadə, heç olmasa öz paltarlarını özləri geyinə bilsinlər. Bir də bunu delfinlə birləşdirməsinin sözün açığı mən ilk dəfə gördüm və həqiqətən də bu məsələdə mən çox təsirləndiyimi söyləmək istəyirəm. Sizə də buna görə təşəkkür edirəm ki, bu imkanları, yəni sadəcə şou üçün deyil ki, baxmayaraq şounun özünün də mən müsbət bir təsiri olduğunu düşünürəm. Bir də bunu tibbi məqsədlərlə istifadə edir. Hətta bu sualı soruşmaq istəyərdim. Yəni, delfinlərlə belə oynamaqdan başqa, onların şousunun izləməyinin də insanlarda hər hansı bir faydası varmı? Məsələn, depressiyada və ya bəlkə başqa problemlərdə. Əgər biz şou proqramından danışırıqsa, yəqin ki, burada daha çox insanın emosional fəaliyyətinə təsirdən danışmaq olar. Şou proqramdan, ünsiyyətdən, zövq almaq məsələsini vurğulamaq olar. Amma ki, şou proqramın delfin terapiyası ilə heç bir əlaqəsi yoxdur. Delfin terapiyası ilə şou proqram fərqlidir. Biz şou proqram barədə sonda danışacağıq. Məni maraqlandırır yeni planlarınız. Emin yəqin ki, bu sual sizə olacaq, amma istərdim ki, Dmitriyə daha bir sual verim. Yəni, indiyə qədər Azərbaycanda çalışdığınız insanlar, uşaqlar, onlar arasında sizdə təsir buraxan hansısa fərqlər varmı? Mən istərdim ki, konkret bax bu müalicə metodu, daha doğrusu korreksiya metodu nə qədər davam edir? Konkret bir hal haqqında danışa bilərsinizmi? Kimlər iştirak edir? Neçə mütəxəssis bu prosesdə? Tək sizmi? Yoxsa əlavə insanlar da iştirak eləməlidirlər? Tу proqramı, которую Azərbaycana gətirilən, Azərbaycan Respublikasına uyğunlaşdırılan proqram belə bir struktura malikdir. Məşğələ 25 dəqiqə davam edir. Qısaldılmış 5 məşğələdən ibarət kurs və 10 məşğələdən ibarət kurs. Bilirsiniz, burada daha çox maddi tərəf nəzərə alınır. Bu proqram daha çox bu şəkildə yazılmışdır. Delfin terapiyanın insanların geniş əhatəsi üçün daha maksimal şəkildə əlverişli olmasını istərdik. Əgər hansı xəstəlikdən və onu neçə müddət olduğundan danışırıqsa, hər bir xəstəliyin fərqi ayrıca tərtib edilib. Hər bir xəstəliyə ayrı-ayrı 5 mərhələdən ibarət məşğələ təşkil olunur. Əgər baş çəkilən günlərin sayından danışırıqsa, bu insanın imkanı və istəyindən asılıdır. Əgər məşğələnin necə keçdiyindən danışırıqsa, məşğələ 25 dəqiqə davam edir. Məşğələnin yarısı körpü üstündə, digər yarısı suda keçirilir. Hər iki halda tətbiq edilmiş üsullar müxtəlifdir. Burada delfinlərin ultrasəsinin təbii yayılması qabiliyyətindən istifadə edilir. Yəni, biz onlara qulaq asırıq, biz onlarla oynayırıq. Yəni, bu təlim oyunlardır. Mütəxəssisin məqsədi uşağı bu əlaqəyə maksimal şəkildə uyğunlaşdırmaqdır. Əgər bir uşağın autizm xəstəliyi varsa,
O insanlarla əlaqəyə həvəslə girmir. Elə olur ki, delfinlərlə əlaqəni daha həvəslə qurur və bundan sonra bir şəkildə belə deyək, professional sirr olan bir şəkildə bu uşaq insanlara qarşı daha yaxşı təmasa girir. Yəni belə bir dəyişikliklər var. Prosedur zamanı 3 tərəf iştirak edir. Uşaq, terapevt və delfin. Uşaqla məşğul olan 4 mütəxəssis olur. Biri delfinlərin təlimçisi, delfinlərə komanda verən və hərəkətləri düzgün yerinə yetirilməsinə, eləcə də delfinlərin uşaqlara xəsarət yetirməməsinə nəzarət edən təlimçi. İkinci təlimçi psixoloq, yəni mən. Bilavasitə nəzarət edərək psixoloji üsulu tətbiq edirəm və təbii ki, bizim 2 delfinlərimiz, hansılar ki, terapiya üçün təlim edilmişlər. Onlar həm terapiyada, həm də şou üçün ayrıca təlim aldılar. Являются, конечно же, нашими терапевтами, которые помогают. Delfinlərin növü rol oynayırmı bu üsulda, terapiyada? Если честно, Belə bir araşdırmalar yoxdur. Bu barədə heç nə deyə bilmərəm. Bizim istifadə etdiyimiz delfinlər qara dəniz delfinləridir. Yeri gəlmişkən bu, delfinlərin ən ağıllı növü sayılır. Biz nəticələr haqqında da danışa bilərik. Bakıda mövcud olduğumuz bu bir il müddətində 300 uşaq, eləcə də 20 böyük insan korreksiyadan keçib və bunun öz nəticələri var. Nəticələr ümumi olaraq diaqnoz və diaqnoz qruplarına aiddir. Yəni, uşaq serebral iflizi, autizm, Down sindromu, beynin anormal inkişafı və s. xüsusi diaqnozlar mövcuddur. Biz həm ümumi, həm də xüsusi məqamlara nəzər yetiririk. Əgər biz ümumi məqamlardan danışırıqsa, uşaq və böyüklərin həm fizioloji, davranışı, həm emosional fəaliyyətlərində dəyişikliklər görürük. Bir qayda olaraq delfin terapiyasında ən çox rastlaşdığımız qrup patoloji xüsusiyyətlərə malik olan qrup uşaqlardır. Onlardan danışırıqsa, burada biz çox maraqlı paradoksal dəyişikliklər görürük. Məsələn, göz təması yoxluğu olan uşaqlarda göz təması, təqlidi fakt, rol oyunu əmələ gəlir. Bu uşaqlar daha çox danışmağa başlayırlar. Yəni sözlər, yeni səslər əmələ gəlir və ya ümumi çərçivələr mövcuddur. Məsələn, danışıq, eləcə də xüsusi, yəni diaqnoz üçün olan bacarıqlar mövcuddur. Əgər biz Down sindromundan danışırıqsa, burada daha çox davranış fəaliyyətində dəyişikliklər görürük. Uşaqlar daha az aqressiv olurlar. Əgər biz böyük insanlar qrupasından danışırıqsa, burada müxtəlif nevroloji pozulmaları, depressiya hallarını görə bilərik. Elə insanlar var ki, artıq bir seansdan sonra öz subyektiv duyğularına əsaslanaraq daha yaxşı olduqlarını qeyd edirlər. отмечают то, что им стало намного легче. Çox maraqlıdır, siz indi danışırsınız, sizin söhbət problemli yəni insanlardan Buna gedir. görəsən əks göstərişləri varmı? Əks göstərişlər, bəli. Kimə bu terapiyanı tətbiq eləmək olmaz? Да, существует также ряд противопоказаний для дельфинотерапии. Bəli, delfin terapiyada eləcə də əks göstərişlər mövcuddur. Onların arasında əsəb, epilepsiya sindromu, ağır infeksiyon xəstəliklər, eləcə də onkoloji xəstəliklər mövcuddur. Təbii ki, əsəb pozuntusu olan, şizofreniya xəstəliyinə malik olan insanlar delfinlə müalicə kursunu keçə bilməzlər. Bir qədər şəxsi sual vermək istəyirəm. Mən bilmirəm, bu yaxınlarda bu qədər delfinlər də yaxın ünsiyyətdə olan insanı tanıyacağım bir də ya yox. Yəni, fürsət varkən soruşmaq istəyirəm bunu sizdən. Sizin özünüz, yəni delfinlərlə bağlı ən böyük qənaətiniz indiyə qədər işinizdə nədən ibarətdir? Bax, bu heyvan haqqında nələr deyə bilərsiniz? Мое личное отношение к дельфинам. Mənim delfinlərə xüsusi münasibətim çətin sualdır. Əslində onlarla daimi ünsiyyətə çox asan alışırsan. İlk baxışdan sadəcə suda üzən məməlilərdən biri kimi görünsə də, onların hər birinin özünə malik xüsusiyyəti var və bu çox maraqlıdır. Və mən ona yaxın delfinlərlə işləmişəm və deyə bilərəm ki, onlar öz təkrarolunmaz xüsusiyyətlərinə malikdirlər. Bir psixoloq olaraq bunu müşahidə etmək mənə çox Этим maraqlıdır. очень интересно наблюдать, мне даже как психологу, мне очень интересно наблюдать. Bizə də həqiqətən sizin işinizi müşahidə etmək çox maraqlı oldu. Mən həqiqətən sizi alqışlayıram və sizə işinizdə müvəffəqiyyət arzulayıram. Və son olaraq sualım Emin sizə olacaq bir art direktor olaraq, yəni Marlin Bakı Delfinariyası haqda. Nələr gözləyir Bakılıları bax bu yaxın müddətdə? Nə kimi proqramlar nəzərdə tutulur delfinlərlə bağlı? Dediyim o show proqram iki hissədən ibarətdir. Yəni ki, birinci hissə dəniz pişiklər, Bonya və Yası, onların çıxışına. Həm də ikinci çıxışı o da Bandin və Dori delfinlərdən. Həm də bizdə bu yaxınlarda biz danışıqları aparırıq indi Ağbalina və Dəniz Şirin Bakıya gətirməsidir. Mən sizə təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun ki, Təşəkkür ederim. gəldiniz. Sağ ol. İşinizdə uğurlar diləmək istəyirəm və xatırladıram ki, qonaqlarımız Marlin Bakı Delfinariyasının 2 nümayəndəsi idi. Art direktor Emin Əhmədov və bu delfinoterapiyanı həyata keçirən mütəxəssis, psixoloq delfinoterapevt Dmitri Kravets idi.
Və delfinlərdən dərhal sonra mən uşaqlara keçmək istəyirəm. Biz elə həyat tərzimizdə də uşaqlardan danışdıq. Təbii ki, delfinlər bu bir başqa aləmdir, başqa təəssüratlardır, gözəl duyğular, ömürlük yadda qalan təbii ki, məqamlar. Bütün bunlar üçün siz Bakı Marlin delfinariyasına gedəcəksiniz. Amma hörmətli valideynlər, əgər uşağınızın yəni buna bənzər xoş, müsbət bir aurada olmasını, eyni zamanda məktəbə qədər yaşda olan uşaqlarınızın müəyyən dərəcədə irəli getməsini, inkişaf eləməsini, dil baxımından, müxtəlif dillər bilmək baxımından, mütaliə, eyni zamanda fərdi hansısa xüsusiyyətlərinin inkişafı baxımından müəyyən irəliləyişlər istəyirsinizsə, o zaman məktəbə qədər tərbiyə müəssisəsi Play Arena təbii ki, məkanına müraciət etməli olacaqsınız. Həqiqətən burada çalışan Amerikan proqramı onu ümumiyyətlə şəhərimizdə olan digər uşaq bağçalarından fərqləndirir. Yeri gəlmişkən bu proqramla yanaşı təbii ki, öz bəzi xüsusiyyətlərimiz də, yəni öz milli proqramımız da burada fəaliyyətdədir. Herhalde uşaqların fəaliyyəti genişlənir, müxtəlif cür üsullarla bütün bu inkişaf prosesinə nail olunur. Şərait baxımından da Play Arena'nı özəlliklə vurğulamaq istəyirəm. Yəni uşaqların əylənməsi üçün daha belə deyək, geniş məkanlar, idman zalı, metod kabinetləri, eyni zamanda hər zaman həkim nəzarəti onların üzərində var və xüsusi mütəxəssislər, psixoloqlar uşaqlarınızla çalışacaq, onların yəni baxmayan o nəticə verməsinə xidmət göstərəcəklər. Qeyd edim ki, Play Arena 32 müşahidə kamerası ilə təchiz olunub, mərkəzi havalandırma, işitmə, soyutma və siqnalizasiya işıqlandırma sistemləri də burada mövcuddur. Bağçanın heyətində bir daha xatırladım, yüksək ixtisaslı kadrlar çalışırlar, buna özəlliklə fikir verilir. Sadəcə bütün bunları yoxlamaq üçün sizin hətta bax bu məkana təşrif buyurmanız və 3 gün sadəcə kənardan müşahidə etmə imkanınız var. Uşağınızla bərabər valideynlərimiz ünvanı söyləmək istəyirəm. Yasamal rayonu Mirəli Seyidov küçəsi 55 ünvanı və telefon 432-7319 432-92-15 Play Arena'da sizi uşağınızla təbii ki, bərabər gözləyirlər, hörmətli valideynlər. Əhval-ruhiyyə ilə əgər hər hansı bir problem yaşanırsa, o zaman siz birbaca bu vitamin məsələsini yoxlamalısınız. Bədəndə vitamin çatışmazlığı yaşayırsa, o zaman elə əhval-ruhiyyədə də problem ola bilər. Amma uşaqlarınızın bu məsələni həll etməsi üçün çox yaxşı bir fürsət. Avropanın ən populyar multi-taps immunovitaminlərini sizə tövsiyə edirik. Hər yaşın öz multi-tapsı var. Multi-taps baby 1 yaşa qədər olan uşaqlar üçün, multi-taps malış 1-4 yaş üçün nəzərdə tutulub və məktəbə qədər uşaqlar üçün daha bir kompleks var. Bu da multi-taps malış istəgəl kalsiyum, yəni söhbət 2-7 yaş arasında olan uşaqlardan gedir. Multi-taps junior 4-11 yaş, yəni özəlliklə faydalıdır və daha bir uyğun seçim immunkit vitaminləridir ki, onu 4-12 yaş arasında olan uşaqlar istifadə edə bilərlər. Multi-taps teenager bu artıq yeniyetmə dövründə olan uşaqlar üçün xüsusi düşünülmüş vitaminlərdir. 11-17 yaşdan gedir söhbət. Qeyd edim ki, bir tablet yeməkdən sonra onları qəbul etmək kifayət edir və multi-taps immunovitaminləri orqanizmə lazım olan bütün vitamin və minerallarla təmin edir. Həmçinin boyun, orqanizmin düzgün inkişafını stimullaşdırır, yuxunu və iştahanı normallaşdırır, immuniteti möhkəmləndirir və eyni zamanda emosional statusu, yaddaşı və yeni informasiya qəbul etmə xüsusiyyətini də yaxşılaşdırır. İstifadə edin, apteklərdən soruşun, əlavə məlumat üçün 449-86-44, 449-86-64 nömrəsinə zəng vura bilərsiniz və daha bir məlumatım Natura Sibirika məhsulları arasında, amma bu dəfə sırf gözəlliyi ilə bağlı. Əgər xanımlar sizi gözəllik məsələsi narahat edirsə, yəni tamamilə təbii tərkibli və Sibirdə bitən yabanı otların kosmetikasını sizə tövsiyə edirik. Dekorativ kosmetikadan gedir söhbət. Bu dəfə bəli, bədənə qulluq, yəni dəriyə qulluq bir yana qalsın. Artıq bax bu cür gözəl vasitələrlə siz yəni öz gözəlliyinizi xüsusi vurğulamış olacaqsınız. 90%-dən çox təbii ingrediyentlərdən hazırlanmış dodaq boyaları, göz kölgələri, kirşanlar, eyni zamanda ton kremlər, bütün bunlar sizin makiyajınızı gözəl etməklə yanaşı həm də sağlamlığınızı qorumağa imkan yaradacaq. Çünki tərkibində heç bir kimyəvi maddələr yoxdur.